Mən Bayramlı Orxan, Milli Şəhər Texniki və Humanitar Fənlər Liseyinin 9-cu sinif şagirdiyim. Mən Hacı Məhəmməd Texniki və Humanitar Fənlər Liseyinin 8-ci sinif şagirdiyim. Mən Mahmud Əhməd Texniki və Humanitar Fənlər Liseyinin 9-cu sinif şagirdiyim. Biz Beynəlxalq Sistem Azərbaycan festivalına hazırlaşdıq. Bizim komandanın adı Iron Fish. İndi isə gəminin üzülən videosuna baxacağıq. Salam, mən Hacı Məhəmməd, Iron Fish komandasının pilotu və dizayneriyəm. Biz bu yarış müddətində əsas olaraq komanda ilə birgə işləməyi və dostluğu öyrəndik. Həmçinin elektrotexnika və 3D dizayn haqqında biliklərimizi inkişaf etdirdik. Bizim gəmimizdə elektronika sistemindən 6 ədəd motordan və 3 ədəd qoldan istifadə olunmuşdur. Bunu da qeyd edək ki, gəmi qəti şəkildə su sızdırmır. Gəmi dizaynı bizə məxsus və dizaynlar on-shape vasitəsilə hazırlanır. Gəminin əsas ortadakı qolu tısbağaları xilas etmək və fiqurlarla sızıntıları bağlamaq üçündür. Qalan 2 qol isə əlavə qollardır.